Deyirəm elə Tiflisdə olmuşsan, gəlin sizə Gürcüstan təhsilindən bir-iki bilgi verin. Bir, Gürcüstanda buraxılış imtahanı olmur. Hər kəsə atistat verilir. Amma atistata qiymət də yazılmır. Əgər hər hansı bir transkript universitetlər atistat tələb eləyərsə, dövlət onu yenidən əlavələndirib verir. Yəni, buraxılış imtahanı stresi yoxdur. İki, qəbul imtahanları çox sadə, yüngül, belə deyək də tarix, coğrafiya, gürcü dili, sadə şəkildə hamı üçün standart qəbul olmuş olur. Və ən önəmli bugün eşitdiyim məlumatlardan biridir ki, Gürcüstanda yeni təhsil ilində, yəni sentyabrda bütün ali məktəblərdə özəl ödənişli təhsil olmayacaq. Hər şey dövlət sifarişli, yəni ümumiyyətlə ali məktəbdə, ali tədris, orta tədris kimi ödənişsiz olacaq bir mənalı şəkildə hər şey üçün. Çox maraqlı məqamlarından biri budur ki, deməli Gürcüstan dövləti bizim Azərbaycanlılar, burada yaşayan müxtəlif xalqlar var da, ermənilər də var, xırda kiçik xalqlar da var. Bundan hər biri üçün 3+1, əvvəllər 4+1 deyirdilər, 4+1, indi isə 3+1 eləyiblər. Bu nə deməkdir? Bir il foundation başa düşdüyümüz gürcü dili, ikinci isə, digər isə tədris dilidir. Və bizim Azərbaycanlılar, burada yaşayan, Gürcüstanda yaşayan Azərbaycanlılar, Gürcüstanın hər hansı bir ali məktəbinə qəbul olmaq üçün sadəcə riyaziyyat və məntiqdən hazırlıq keçirlər, universitetə qəbul olurlar. Bir il müddətində də gürcü dilini öyrənirlər, sonra da başlayırlar universitetdə təhsil almağa. Bu əslində ondan ibarətdir ki, Gürcüstan öz ölkəsində yaşayan, gürcü dilini bilmək istəməyən və yaxud da öyrənməyən, öyrənməkdən yayınan gənclərə bu cür dəstək verib təhsilini inkişaf elətdirmək, yəni öz xalqının burada yaşanan təhsilini inkişaf elətdirmək, həm də onları ali təhsilə cəlb eləməkdir. Və üçüncüsü ki, burada birinci məqsədlərdən biri gürcü dilini öyrənməkdir. Çünki bizim burada yaşayan Azərbaycanlılar üçün Azərbaycan dili də tədris davam eləyir. Bu çox sevindirici haldır, İrandan fərqli olaraq. Və bütün Azərbaycan dili dərslikləri Azərbaycandan göndərilir. Digər dərsliklər isə Gürcüstan dövlət tərəfindən Azərbaycan dilinə tərcümə olunub, Azərbaycanlılara təqdim edilir. Və bunun da səbəbindən biri o idi ki, bizim Azərbaycanlılar gürcü dilini öyrənməyə çox da meyilli olmurlar. Çünki arxalarında Azərbaycan kimi böyük dövlətləri var və rahat edirlər. Burada bitirib, orada istənilən işi, universiteti qazana bilirlər. Amma istər-istəməz Gürcüstan vətəndaşıdırlar. Bu prosesdə Gürcüstan onları bu cür təşviq ilə hərəkət keçiriblər. Bir-iki məlumatla sizinlə bölüşəcəm. Çox qəşəng yağış yağır. Tiflisin küçələrində birazdan Nərmanov, Cəlil Məmmədquluzadə və Axundovun ev muzeylərini gəzəcəm. İmkan olsa sizlərlə də fikir bölüşəcəm.